Ucarın qaz idarəsinin müdirindən, bu Məlih Məmməd müəllimdən çox böyük şikayət var, narazılıq var. Bu qaz idarəsinin işçiləri gəlirlər, nə qədər adama artıq qaz pulu hesablayıblar. Birinə 160 manat, birinə 260 manat, birinə 90 manat. Yəni, bu biabırçılıq deməkdir. Allah and olsun. Üzüm tuturam korrupsiya idarəsinə, Azərbaycan Respublikasının baş prokurorluğuna. Xahiş edirəm, bir nümayəndənizi göndərin, gəlsin Ucar rayonun qaz idarəsini bir geniş ətraflı yoxlasınlar. Görək bunlar, bu Məlih Məmməd müəllim burada nə işlə məşğuldur? Bu artıq bu qaz pulu gəlir. Yəni bunun nə ilə bunlar izah edirlər? Demək, vətəndaş deyəndə ki, mən artıq pul gəlib, bunlar başlayırlar dolayı yolla, özə elə cümlələr qururlar ki, qarşı tərəf o, nətər deyim, bunların fikrini başa düşə bilmir. Fikri aydın söyləmirlər. Yəni elə bir vəziyyət yaradıblar ki, bu problem var idisə, əgər həqiqətən də bu limitdir, ay biri deyir 25 qəpik, biri deyir, ay limit keçdi oldu 30 qəpik. Keçən il niyə olmadı bu? Təzə gəlmişsən, çıxmışsan bura Ucara, gəlmirsən, bu cəmaət da səndən narazıdır. Bir çıx o kabinetindən, isti kabinetindən. Küçələrdə gəl cəmaatla bir dənə maraqlan, gör cəmaat sənin barədə nə fikirləşir, nə danışır. Hələ bir dənə söz deyir, bu Məlih Məmməd müəllimin də işi biraz müəmmalıdır. Biri deyir, saxta diplomu var, biri deyir, nə bilim, məhkumluğu olub bu adamın. Yəni bunun araşdırın, görək bu kimdir, bunu gətirib bu qaz idarəsinə müdür qoymuşsunuz. Bax, burada bizdə qonşu var. Təsəvvür edin ki, qonşu artıq pul gəlmişdir. Qonşu biraz səs-küy salandan sonra gəldilər, sən demə, qonşudan artıq pul alıb bunlar, 28 manat. Təsəvvür edirsiniz nə deməkdir bu? Bax, burada 28 manat küçəsi sayılır da, mən yaşadığım ünvan. Burada buran qaz pulusunu yığan oğlan gəlir, bax, bu ikinci hündürdə qaz sayğacdan olur. Burada da, bax, Qaqraz elə burada da var sayğac. Yəni, bu sayğacı, qaz pulunu yığan adam sayğacı qalxıb baxmır, sayğacın üstünü oxumur. Nə deyir? Üstünü oxumaq əvəzinə nə deyir? Deyir, mən ora çıxanam. Bu aşağıdan baxar, yəni Allah umuduna bunlar qaz pulu yazırlar. Yəni, bu biabırçılıqdır. Bu adam barəsində bir tədbir görmək lazımdır. Bir, nətər deyim, bunu araşdırmaq lazımdır ki, bunlar nə işlə məşğuldurlar. Bütün cəmaat narazıdır. Allah and olsun, bax, əgər inanmırsanız, ay Məlih Məmməd müəllim, gəl bir çıx cəmaatın arasına, gör cəmaat nə danışır. Yəni, cəmaat Məlih Məmməd nağılı danışmır, həqiqətən də cəmaat narazıdır. 24 qəpiyi ödəmişəm. Bax da tarixə bax. Ayın 17-sində. Təzdən ayın 10-unda sən mənə 121 manat pul yazmışsan. Açı sayğacın hangi bir həftədə evdə olmamış. Hacı, kamera aşağı sal. Qardaş, gör burada sayğacla da, sən mən... 17 dekabr 2025-də 24 manat, 24 qəpik borcum olub, ödəmişəm 25 manat. Dekabrın 17-sindən 10-u yanvara qədər bir həftə evdə olmamışıq. Toplam 16 günə 121 manat 72 qəpik pul gəlib. Xahiş edirəm, bu hansı sayğaca uyğundur, hansı rəqəmə uyğundur, çağırdım. Həmən çağırdığım adam, o kimdirsə Sərvər. Subuta eləyə bilmədiyinə görə qaçdı getdi. Mən Əhmədov Rəhman Eşənoğlu. Keçən ay qaz borcumuz var idi. 70 manat. Atamın 50 manat ödədi, yerdə qaldı 20 manat borc. Bir ay ərzində cəmi 230 manatdan çox qaz pulu gəldi. Yəni bu qaz pulu da ki, yəqin Divayno hesablanır. İçərisinə hava buraxılırmı, nəmi? Çünki Divayno yazılırsa, biz də nətər deyim, stabil işlədirik. Yəni artıq yanan bir şey yoxdur ki, deyim ki, artıq qaz pulu yazılması normaldır. Özə Divayno. Bizim qapımızda 2 dənə sayğac var. Biri 105 manat yazıb, biri 68 manat. Bu ilin əvvəlində niyə yazmır bu pullar? İlin ortalarında niyə yazmır? Elə ilin axırında, cəmaatın başı bayramı qarışanda yazılır bu. Hara gedir bu pullar? Bizim küçədə tək məndə öləm. Əlavə nə qədər pullar yazılıb, nə qədər şikayətlər var. Hamısını indi bir-bir demək olmur da kimlərdir. Məlih Məmməd müəllim bu pulu hara yığır? Nə qədər şikayət edir? Deyirlər ki, gedin hesablayın. Hesablayanda da öz bildikləri kimi çıxardırlar. Hara baxır, bu müdiriyyət hara baxır? Nə qədər şikayət edirik, nə qədər deyirik, xeyri yoxdur.